Salam dostlar, sizler için Roxcoin hakkında məlumat verim. Roxcoin 4 dənə proqramdır. 1, 2, 3, 4 dənədir. Hamısından istifadə etmək olur. Özü 3 saatdən bir mining eləyir. Yığdığınız bu coin'i hara çıxarış etmək olur? Bu gördüyünüz bu cüzdana çıxarış olunur. Mən birinci cüzdana daxil olum. Cüzdana daxil olun. Cüzdanda Roxcoin budur. Şey çıxarış etmişəm mən. Üstəlik bu cırtıcı coin'da yığsaz, qoysaz ən azı $8 alsaz, 8-9 dolar alsaz, hər gün sizə cırtıcı verəcək. Cırtıcı coin verəcək. Roxcoin'lər mən 2 dəfə çıxarış etmişəm. 19 ayın 19'u bir budur. Gördüyünüz kimi bir budur, bir də budur. Çıxarış etmişəm. Bu da balansımdır. 0.20. Bunun bir dənəsi $1'dır. İndi keçək birinci proqramımıza keçək. Bunun çıxarış etməyi göstəreyim. Çıxarış eləyəndə də bu üzərini basırsınız. Mining eləmək üçün bunu bastınız. Bunu ikincini basanda özü mining eləyəcək. Mən indi çıxarış eləyirəm. Çıxarışı basıram. Çıxarışı bastım. Bu da çıxarış. O cüzdandakı gimal yazıram. Çıxarış eləyirəm. Çıxarış olundu 0.23. İndi girəm cüzdana. Gördüğünüz kimi 0.23 geldi. Ya 9.18'in 9.41 oldu. İndi keçirəm ikinci proqrama. Bunda da 0.24'tü. Gördüğünüz kimi 0.24. Yine bunu bassam, daha fazla kazan üzerine bassam mining eləyəcək. Mən bunun üzerine basıram. Beyaz elmas bilezikler ola seçtim. Bastım 24. 24 hadi gösterir. Yine girelim cüzdana. $9.65 oldu. Gördüğünüz gibi 2 tane çıxarış geldi. Benim çıxarış 0.10'dur. İndi 3-cü proqrama daxil olaq. Bunda 0.20 yazmışam. Bundan da çıxarış edək. Ücretsiz başlayın. Bunu təzədən mining eləsin. Kameralar. Gördüğünüz gibi mining ediyor. 3 saatten bir 3 saatten bir mining ediyor. Şimdi 4. proqrama keçək. Bunun da 0.14. Savaş olundu.
İndi girək cüzdana. Gördüğünüz kimi bugün ay 29'udur. Yani bir dənə 23 çıxartdım, bir dənə 24, bir dənə 20, bir dənə də 14. Cüzdana daxil olub 10 dollarım oldu. Bunun bir dənəsi gördüğünüz kimi bu bir dənəsi 1 dollardır. Yəni yatırımcı şəkildə çıxarış etmək olur. İstifadə edin, qazanın. Yatırımcı şəkildə qazana bilərsiniz. Yatırımcı şəkildə qazanmaq olur. Burada ücretsiz başlayır. Minimum çıxarış 0.10'dur. Yani bunu mən linkini yorumlarda qoyacağım. Proqramların 4'ünü. Birinci cüzdanı yükləməlisiniz. Ondan sonra bu proqramları yükləməlisiniz. Hamısını da eyni kimani kesin ki rahat olsun sizin. Kanala abunə olmağınızı unutmayın. Sağ olun dostlar. Belə videolara davam gəlmək üçün bildirişi basın. Videonu da beğenin. Zəhmət olmasa.